Bir dənə baxın. Bir dənə qaynaq görünə bilməz də, yəni. Nə tərsən at, necə istəyirsən yığ. Yoxdur da, yəni. Görünmür. Bu arada öz saçımın uzunluğuna uyğun etmiş ya. Yalnızca bu iki hissəyə və bu nəticəni almaq üçün digər qaynaq ustaları hər tərəfə bir 30 dənə, 40 dənə yığır. İnanırsınız ki, hər tərəfə 10 dənə atıb və bu nəticəni alıb. İşte bu peşəkarlıq. Değil mi? Evet. Deyil. Demək dostlar, təmirdən sonra həmən gəlmişdilər. Pəncərələri tərtəmiz təmizləmişdilər. Sağ olsun, yağış yağdı, amma nə vururlarsa, yağış yağmağına baxmayın, pəncərədə yağışın ləkəsi qalmır. Ümumiyyətlə, mən Mirvari Təmizlik şirkətini çox sevirəm və bütün, istər ofis olsun, istər obyekt olsun, istər ev olsun, təmirdən sonra və ya ümumiyyətlə yaşayış olan ev, yalnızca onlara əmanət edə bilirəm. Çünki güvəndiyim yeganə şirkətdir. Həm təmizliyinə görə çox güvənirəm, həm də işlərinə görə, yəni özlərinə görə rahat evinizdə orada qoyub çıxıb gedə bilərsiniz. Yəni ağlınız orada qalmasın. Bir də bəzi şirkətlər var, məsələn, nə isə qırırlar, heç eviyyəsinə xəbərdarlıq etmirlər. Düzdür, bunlarda elə şey olmayıb, qırılmayıb heç. Amma əminəm ki, nəsə olanda belə, xırda bir şey belə olsa, özləri sizə xəbərdarlıq edirlər. Hə, uşaqlar, gəldim yeni evimə, yeni evimdəyəm hal-hazırda. Təbii ki, Mirvari Təmizlik Xidməti mebellərdən sonra, mən demişdim axı bir dəfə mebellərdən öncə, bir də mebellərdən sonra gələcəkdilər. Və sağ olsunlar xanımlarımız, iş başındadılar, qardirobumu hal-hazırda eləyirlər. Buxar aparatı da gətiriblər həmişəki kimi. Mirvari Təmizlik Xidmətinin ən çox sevdiyim hissələrindən biri də odur ki, bir dənə əlavə evdən nəsə götürüb istifadə etmirlər. Hər şeyi özlərindən bərabər gətirirlər. Bir də mən mənim üçün ən önəmli şey odur ki, evimə rahatçılıqla buraxa bilirəm. Artıq ortalığa nə qoyursunuz, qoyun heç nə itə bilməz. Yəni bizdə şəxsən elə olur. Mən 3-4 ildir ki, Mirvari Təmizlik Xidməti ilə çalışıram və möhtəşəm əl işləri var. Titizdilər, təmizdilər, çox zəhmət keçdilər. Demək, qapılarımız, plintuslarımız, oranı göstərim, burankədə gəlməyib. Sevginin mebelləri, bu arkaların içi, ondan sonra mənim evin qardirobu, bu qardirob, göstərim, evimizin qardirobu, girişdəki, görürsünüz, bura. Daha sonra çamaşırxana, hamısını arzana edib və mənim yataq otağım təbii ki. Burada bizim yataq otağımızdır. Hamısını arzana edib və hal-hazırda da işlər gedir. Xırda işlərimiz qalıb, bunların içi. Daha sonra burada separator olmalıdır. Sevgi otağında separator olmalıdır. İnşallah ki, xırda işləri də bitirək. Sonra sizə bir ev vlogları gələcək. Və Arzena. Arzena saatlarla yarışır da, yəni onu deyim sizə. Demək olar ki, bitiriblər. Təxmini artıq bitmiş kimidir. Yəni qızımın otağı hazırdır, mebelləri. Qalıb təmizlik bitsin ki, kravatlar, divanlar gəlsin. Mənim də otağım həmçinin. Xırda şeylərimiz qalıb, printuslarımız, qapıların ruçkaları. İnşallah bugün onlar da tamamlayacaqlar. Çamaşırxanamız bunun hazırdır. Arzena bir dənə gözəl iş çıxardı. Möhtəşəm bir şeylər eləyiblər də, yəni. Aşıq oldum evimə, yəni resmen. Bir də onu da qeyd edeyim ki, uşaqlar, bəzən səhv salırsınız. Arzena evimin mebellərini hazırlayıb. Evimin dizaynı və təmiri redizayndır. Bunu unutmayın, səhv salmayın. Demək, Mirvari Təmizlik Xidmətinin rəhbəri indi gəldi. Əli dolu gəlib. Əlində hədiyyələrlə, sevgiyə yeni hədiyyələri gətiriblər, sağ olsunlar. Yəni, mənim üçün ən böyük bir şeydir də. Qızımı kimsə düşünüb ona nəsə alanda mən çox xoşbəxt oluram. Yəni ki, bütün valideynlər də belə olur. Nəsə, evimi indi bax, əmanət edirəm Mirvari Təmizlik Xidmətinə. Onlardan başqa və ustalardan başqa heç kim yoxdur. Niyə rahatam? Ona görə ki, özlərinin üzərində bir dənə, bütün komandanın üzərində bir dənə baş
olan insan var, hansı ki hər şeyə nəzarət edir və evinizdə heç bir problem yaşaya bilmərsiniz. Bir də mənim necə təmiz, titiz olduğumu bilirsiniz zaten. Məni izləyənlər də görür ki, mən neçə illərdir Mirvari Təmizlik Xidmətindən başqa heç ara müraciət eləmirəm. Kimyəvi quru təmizləmə də var burada, onu da qeyd edeyim. Bir sözlə evinizi rahatçılıqla əmanət edə bilərsiniz.